Diqqət, diqqət! Danışır Xalq Jurnalistikası. Salam, axşamınız xeyir. Studiyada Elvin Basqallı, efirdə son xəbərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Türkiyə Böyük Millət Məclisi sədrinin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı konferansının 20-ci sessiyasında iştirakının önəminə toxunub. Gələcəkdə ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində digər tədbirlərin də keçiriləcəyini deyən Prezident İlham Əliyev İslam ölkələri arasında əlaqələri daha da genişləndirməyin əhəmiyyətini vurğulayıb. Söhbət zamanı Şuşa bəyannaməsinin əhəmiyyətinə toxunularaq ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası sahədə uğurla inkişafı qeyd edilib. Dünyada Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının nümunəsinin olmadığı bildirilib və bu birgə sərvətimiz kimi qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bugün İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev son vaxtlar qardaş İran xalqının çox böyük əziyyətlər çəkdiyini vurğuladı. Müharibədə həlak olanlara bir daha Azərbaycan tərəfindən Allahdan rəhmət diləyib. Müharibə dövründə Azərbaycan xalqının və dövlətinin İran xalqı və dövlətinin yanında olduğunu deyən Prezident İlham Əliyev özünün İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyanla telefonla danışıb. Həmçinin müxtəlif səviyyələrdə digər təmasları və həmrəylik nümunələrini bunun əyani göstəricisi kimi qiymətləndirib. Müharibənin dayandırılmasının Azərbaycan tərəfindən sevinç hissi ilə qarşılandığını vurğulayan dövlət başçısı bununla bağlı ölkəmiz tərəfindən dərhal rəsmi bəyanatın verildiyini xatırladıb. Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın deyən Prezident İlham Əliyev həm Azərbaycanın, həm də İranın vaxtilə müharibələrdən əziyyət çəkdiklərini qeyd edib. Məhəmməd Baqir Qalibaf İranın çətin günlərində Prezident İlham Əliyev Azərbaycan dövləti və xalqı tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Qonaq eyni zamanda İranın ölkəmizdəki səfirliyinə gələrək İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamneyinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verməsinə, həmçinin Ayətullah Seyid Müstəbə Hüseyni Xamneyyə İran İslam Respublikasının ali rəhbəri vəzifəsi seçilməsi münasibəti ilə göndərdiyi təbrik məktubuna görə dövlətimizin başçısına təşəkkür edib. Müharibənin böyük dərd və faciə olduğunu deyən qonaq həmin dövrdə ölkəmizin İranla mehriban qonşuluq münasibətlərinə sadiq qaldığını, humanitar yardımını əsirgəmədiyini, Azərbaycan xalqının İranın yanında olduğunu vurğuladı və qeyd etdi ki, bu İran xalqının yaddaşında əbədi qalacaq. Dövlət İmtahan Mərkəzi 1-ci və 4-cü ixtisas qrupları, o cümlədən 3-cü qrup üzrə DT və TC ad qruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə 7 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticəsi haqqında məlumatı, həmçinin mobil operatorlar vasitəsilə imtahana buraxılış vəsiqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. 7 nəfər 400 bal toplayıb, yəni bu imtahanda maksimum nəticə göstərib, amma onlardan biri həm də əvvəl 300 bal topladığına görə 700 ballıq maksimuma çatıb, tələbə adını qazanan öz, belə deyək, arzuladıqları ali məktəbə, ixtisasa qəbul olmaq üçün lazımı qədər bal toplayan hər kəsi təbrik edirik. Bugün Azərbaycanın milli qəhrəmanı Əlif Hacıyevin doğum günüdür. 1953-cü ildə Xocalıda anadan olan Əlif Hacıyev daxili işlər orqanlarında xidmət edib. Eyni zamanda Xocalı Hava Limanının komendantı və Xocalı Təyyarə Limanı Xətt Daxili İşlər Bölməsinin rəisi olub. Onun qətiyyəti nəticəsində Xocalı Hava Limanı erməni silahlı qüvvələrinin nəzarətindən çıxarılıb. 1992-ci il fevralın 25-də ermənilərin Xocalıya hücumu zamanı Əlif Hacıyev sakinlərin təxliyəsini təşkil edərək çoxsaylı dinc sakinin təhlükəsiz şəkildə Ağdam istiqamətinə çıxarılmasına nail olub. Qeyri-bərabər döyüşdə böyük qəhrəmanlıq göstərən Əlif Hacıyev döyüş zamanı şəhid olub. O şəhidlər xiyabanında dəfn edilib. 6 iyun 1992-ci il tarixli fərmanla mayor Əlif Lətif oğlu Hacıyev ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adını alıb. Davam edirik. Xəbərin sonu yoxdur, son ünvanı var. Son xəbər.
Azərbaycan sərhədini pozmağa cəhd göstərən PUA zərərsizləşdirilib. Dövlət Sərhəd Xidməti bildirib ki, son günlər İran-Azərbaycan sərhədindən qaçaqmalçılıq yolu ilə gətirilməyə cəhd edilən ümumilikdə 41 kiloqram 168 qram narkotik vasitə aşkarlanaraq götürülüb. Göytəpə və Lənkəran sərhəd dəstələrinin ərazilərində marihuana aşkar edilib. Horadiz sərhəd dəstəsinin ərazisində isə sərhədi pozaraq narkotik keçirməyə cəhd edən PUA zərərsizləşdirilib. PUA-da 10 kiloqram 600 qram narkotik, marihuana və tiryək aşkarlanıb. Faktlar üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir. Dünya əmtəə bazarında taxta qiymətləri yüksəlməkdə davam edir. Nəzərə alsaq ki, ölkəmizə taxta materialları əsasən Rusiyadan ixal edilir. Qlobal bazardakı proseslər Rusiyaya nisbətən az təsir etsə də, psixoloji faktorların qiymətlərdə rolu da az deyil. Ona görə də əksər tikinti materiallarının qiymətində artım var. 18'lik dik əvvəllər 25-26 manata satılırsa, indi 30 manata təklif olunur. 10'luq diklərsə 22, 15'li diksə 25 manata təklif olunur. 2'lik taxtanın bir kubunun qiyməti hazırda 330 manatdır. 5'lik taxtanın bir kubu isə 320 manata qədər bahalaşıb. Bu da o deməkdir ki, son bir neçə ayda taxtanın bir kubunun qiyməti 15-20 manat, diklərdə isə 17-18% bahalaşma olub deyə ekspertlər bildirib. Amerika Birləşmiş Ştatlarında yaşayan həmyerlimiz Həsən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan Nəimi Amiral Amerikanın Pakistandakı hərbi ataşesi vəzifəsinə təyin olunub. Qeyd edək ki, o bu təyinatadək Birləşmiş Ştatlar Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasında Xarici Əlaqələr Şöbəsinin rəisi vəzifəsində çalışmışdı. Artıq yəqin ki, şam yeməyində yemisiniz. Bu görüntülər nə qədər ürək bulandırıcı olsa da təqdim etmək məcburiyyətindəyik. Bir çoxlarımız təbii ki, evimizə broiler toyuqlar alırıq. Onlar bəzən hansı şəraitdə kəsilir. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Salyan şəhərində fiziki şəxs Babayev Natiq Səmədağa oğluna məxsus fərdi yaşayış sahəsində qanunsuz fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlanıb. Məntəqədə quşların qəbulu, saxlanılması, eləcə də emal zamanı keyləşdirilməsi, qansızlaşdırılması, təmizlənməsi, içi altının çıxarılması, ətin qablaşdırılması və soyudulması üçün tələb olunan istehsal sahələri yaradılmayıb. Eyni zamanda kəsimə gətirilən quşların mənşəyini təsdiq edən müşahidə edici sənədlərinin olmadığı, satışa çıxarılan toyuq əti məhsullarının baytarlıq sanitariya ekspertizasından keçirilmədiyi, havalandırma və temperatura nəzarət sistemlərinin quraşdırılmadığı, istehsal zamanı yaranan tullantıların düzgün idarə olunmadığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi də aşkarlanıb. Qaxda avtomobil dəriyə aşıb. Hadisə Qax-İllisu avtomobil yolunun İllisu kəndi ərazisindən keçən hissəsində baş verib. Toyota markalı avtomobil sərt döngədə idarəetməni itirərək 20 metr dərinlikdə olan dəriyə aşıb. Hadisə zamanı xəsarət alan bir nəfər Qax rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Gədəbəy sakini Vahid Allahverdiyevin idarə etdiyi KAMAZ markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə bir şəxs xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Uzunoba kəndi ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub. Hadisə Mercedes markalı minik avtomobili ilə Hyundai markalı avtobusun toqquşması nəticəsində qeydə alınıb. Qəza nəticəsində 19 yaşlı Kənan Rüstəmov, 20 yaşlı Kamran Sadıqov və 63 yaşlı Tamara Tağıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Naxçıvan Muxtar Respublikası xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Xaçmazda evlərdən və oteldən oğurluq edən mütəşəkkil dəstə üzvləri saxlanılıb. Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində evlərdən oğurluq etməkdə şübhəli bilinən
Əvvəllər məhkum olunmuş 46 yaşlı Cəlal Səfərəliyev və tanışı 29 yaşlı Çingiz Məmmədov saxlanılıblar. Saxlanılan şəxslər daxil olduqları mənzillərdən zinət əşyaları, saatlar və elektron avadanlıqlar uğurlayaraq zərər çəkmişlərə ümumilikdə 50 min manata yaxın maddi ziyan vurublar. Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlərdə Xaçmaz rayonu ərazisində yerləşən otellərin birindən və evlərdən oğurluq etməkdə şübhəli bilinən 42 yaşlı Rəşad Kərimov saxlanılıb. Onun daxil olduğu məkanlardan 2 ədəd mobil telefon, nağd pul və plastik kartlar uğurladığı müəyyən edilib. Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 42 yaşlı Təyyar Rüstəmov saxlanılıb. Onun həyətyanı sahəsinə baxış keçirilərkən kultivasiya yolu ilə yetişdirilmiş çətənək yolları və 7 kiloqramdan artıq marihuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Rüstəmov barəsində həbs qəti imkan tədbiri seçilib. İsmaildə isə meşə ərazisində külli miqdarda narkotik vasitə aşkarlanıb. Keçirilən tədbirlərlə əvvəllərdə analoji əmələ görə məhkum olunmuş 44 yaşlı Rəşad Mazanov saxlanılıb. Ondan 10 kiloqram marihuana aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitələri satış məqsədi ilə meşəli ərazidə gizlətdiyi müəyyən olunub. Keçirilən digər əməliyyat zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 36 yaşlı Paşa Usubov tutulub. Onun yaşadığı ünvandan 31 ədəd kultivasiya edilərək yetişdirilən çətənək yolu aşkarlanıb. Faktlarla bağlı cinayət işləri başlanıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda TikTokerə hökm oxunub. Məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ən ağır ittiham Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma üzrə bəraət verib. Hökmə əsasən Hüseyn Quliyev təkrar dələduzluqda və qumar oyunları təşkil etməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib. Prokuror isə əvvəlki iclasda Hüseyn Quliyevə 10 il həbs cəzası tələb etmişdi. Qeyd edək ki, 19 yaşlı Hüseyn zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini deyib, bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsinə nail olub. Daxili İşlər Nazirliyinin kibercinayətkarlıqla mübarizə baş idarəsi tərəfindən ötən ilin qışında keçirilən əməliyyatla Hüseyn həbs edilmişdi və xatırladaq ki, Hüseyn Quliyev sosial şəbəkələrdə populyar olan Zefsin, Ruslan Quliyevin qardaşıdır və özü də TikToker idi. Daha bir TikToker haqqında xəbərimiz var. TikTokda cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadələr işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Sabirabad rayon sakini 27 yaşlı Mirabbas Xuduzadə sosial şəbəkədə canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqiramiz ifadələr səsləndirib. Saxlanılan şəxs müvafiq qərarla inzibati qaydada həbs edilib. 051 583 2408 bu bizim qaynar xəttimizdir. WhatsApp nömrəmizdə işıqlandırmasını istədiyiniz mövzularla bağlı bizə yaza və çəkiliş edib göndərə bilərsiniz. Novxanı çimərliyində vətəndaşların avtomobillə sahilə sərbəst girişini məhdudlaşdıran addım atılıb. Sosial şəbəkələrdə paylaşılan bu görüntü ciddi narazılığa səbəb olub. Xəndək qazılıb ki, avtomobil buradan o tərəfə keçə bilməsin, lap səngərə oxşuyur. Gəncədə gecə saat 23 radələrində şəhərin Heydər Əliyev prospektində ölümlə nəticələnən ağır yol qəzası olub. Toyota markalı minik avtomobili ilə kuryerin idarə etdiyi moped toqquşub. Qəza nəticəsində moped sürücüsü Gəncə şəhər sakini 22 yaşlı Amin İsmailov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Hadisə yerinə təcili tibbi yardım briqadası və yol polisi əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır. Paytaxtın Nərimanov rayonu Ziya Bünyadov prospektində yol qəzası olub və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilas etmə xidmətinin xilas ediciləri dərhal cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən Ford markalı avtomobilin səkiyə çırpılması nəticəsində yol qəzası baş verdiyi və avtomobilin sürücüsünün müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub. Xilas edicilər xüsusi xilas etmə vasitələrinin köməyi ilə
39 yaşlı vətəndaş Xalid Abbasovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb. Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Xəzər markalı avtomobilin sürücüsü Elgün Əhmədov ictimai qaydanı kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyinə görə saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Elgün Əhmədov əhalinin dincliyini nümayişkarana şəkildə pozan, qanunsuz əməllərini narkotik vasitənin təsiri altında idarə etdiyi kirayə götürülmüş avtomobillə törədib. Onun barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib və o 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 1 aylıq inzibati həbs olunub. Türkiyədə keçiriləcək NATO sammiti ilə əlaqədar hazırlanan Firuzəyə əməliyyat planı çərçivəsində yüksək səviyyəli təhlükəsizlik tədbirlərinin icrasına başlanılıb. Paytaxtda giriş-çıxış yoxlanışlarının gücləndirildiyi və vilayət üzrə 9 rayonda nəzarət tədbirlərinin intensivləşdirildiyi vurğulanıb. Xüsusi təyinatlar, patrul polisləri, narkotiklərlə mübarizə qrupları və mühüm nöqtələrə yerləşdirilmiş mülki geyimli əməkdaşlar tərəfindən marşrutlarda lazımi tədbirlər görülüb. Sammit səbəbindən çox sayda turist və nümayəndə heyətini qəbul edəcəyi gözlənilən müəssisələr və otellərdə yoxlanışdan keçirilib. Qeyd olunub ki, dilənçilər, qanunsuz parkinq nəzarətçiləri və müştəri cəlb edənlər kimi qruplara heç bir güzəşt edilmir. Plan çərçivəsində şəhər ərazisində uzun müddətdə axtarışda olan şəxslərə qarşı da xüsusi əməliyyatlar keçirilir. Saxlanılan şəxslər cəza çəkmə müəssisələrinə təhvil verilirlər. Qeyd edək ki, NATO sammiti bu ilin 7-8 iyul tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək. Fransa polisinin isə Parisdə narkotik əleyhinə keçirdiyi reyd zamanı Pablo Picassoya məxsus oğurlanmış tablo aşkarlanıb. Maria Teresa Walterin portretləri seriyasından olan əsər təxminən 15 milyon avro dəyərində qiymətləndirilir. Narkotik ticarətində şübhəli bilinən şəxsin evində aparılmış axtarış zamanı tablodan başqa təxminən 18 kiloqram çətənə 7 min avro nağd pul və 200 min avro dəyərində lüks geyimlər aşkar edilib. Reyd zamanı ümumilikdə 6 nəfər saxlanılıb. Sosial şəbəkələrdə barələrində rüsva edici məlumatları yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən jurnalist, bloger adı altında hədə-qorxu ilə pul tələb edən daha bir nəfər cinayət məsuliyyətinə cəlb edilib. Ondan çox şəxsin şikayət əsasında əvvəllər dələduzluq, böhtan, təhqir və xuliqanlıq cinayətlərinə görə məhkum olunmuş, Region Xəbər və digər internet resurslarında 50-dən artıq müxtəlif saxta sosial media hesablarını və səhifələri idarə edən 54 yaşlı Fuad Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Fakta görə cinayət işi başlanılıb. Onun barəsində məhkəmə qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. 5 mərtəbə kimi tanınan ərazidə Mirzə İbrahimov küçəsi Dalan 4 ünvanından qaynar xəttimizə daxil olan şikayət həmin ərazidə yerləşən yaşayış evlərinin qəzalı və yararsız vəziyyətdə olması ilə bağlıdır. Sakinin sözlərinə görə bir neçə il əvvəl bu küçənin bir hissəsində söküntü işləri aparılıb, ərazi hasarlanıb, lakin həmin ərazidə yerləşən bir mərtəbədə təxminən 125 illik yaşayış evləri hasarın bu tərəfində qalaraq söküntüdən kənarda saxlanılıb. Sakinlər bildirirlər ki, evlər artıq istismara yararlı deyil, divarlarda ciddi nəmişlik yaranıb, kanalizasiya xətləri işləmir və tikililər tədricən dağılır. Onlar evlərin sökülərək sakinlərin köçürülməsini xahiş edirlər. Xəbər ziyafətimizi bu xəbərlə yekunlaşdırdıq. Sabah yenidən görüşərik. Vədimizə sadiq olaq.